Dünyada bütün kamera çəkir və bütün dünya bu geyimə baxır və sənin o qızın poposuna necə baxdığını hamı görür. Və bu tarixə keçir, yəni. Həkk olunur tarixə. Pərdəsi sana senaryoda göstərir, yəni. Növbəti zəhmət olmasa, istəyirsən, əlilsən, qəfildən gözlərin, ilahi bir qüvvə ilə gözlərin açılır və baxırsan. Bu düşür kadra. Növbəti zəhmət olmasa, din xadimsən, dağa daşa çəkilmişsən, monk olmuşsan, kahin olmuşsan, ilahi şeyi, ancaq mənəviyyat, sonra gəlib bunları görürsən. Nə olur? Üçlü mənəviyyat. Yəni. Takılır gözlərin bunlar. Düzdür. Növbəti zəhmət olmasa, ərəbsən, müsəlmansan, dünya səni hamı müsəlman kimi tanıyır, dünya çempionatı gedir və sən bir qızı necə çəkdiyini bütün dünya var. Sənin qohum, əqraban, nəsil, övladların hamısı o qızı necə çəkdiyinə baxır. Düzdür? Və bu düşür kadınlara. Növbəti zəhmət olmasa, istəyir lap siyasətçi ol. Sənin o bir qadının əndamına baxın, o məsum baxışlar var, o kişi baxışlar belə. Belə baxışlar, hamı görür yəni. Düzdür? Növbəti zəhmət olmasa, ictimai xadimlər, dövlətin nümunəvi insanları. Emma Watson çıxır səhnəyə, nə barədə danışmağa? Feminizm barəsində danışmağa. Mövzu feminizmdir. Baxışlara baxın. Hamı görür, bütün gün. Lazımdır bu dostlar. Ona görə sizə bugün səslənişim dostlar. Birlikdə hər birisi bunu məşq edək. Bunu aradan qaldıraq. Bugün burada məşq edəcəyik. Yəni dostlar, bundan sonra küçədə gedəndə, normalda siz küçədə gedəndə, qızlar bilmiş olun, oğlanlar küçədə gedəndə baxışları da belə olur. Növbəti səmət olursa. Belə deyilsə, deyim belə deyil yəni. Belə olur. Tamam, radar, zız tuturlar belə, baxa-baxa gedirlər. Özümüzə bir söz verməliyik ki, tutar ki, mən Adlusudan çıxdım, 28 mala doğru gedirəm. Qarşına çıxacaq hər bir insanın, üzünə doğru gələn insanın yalnız üzünə baxacaq, bədəninə baxmayacaq. İndidən bunu məşq edir. Çünki siz mənə deyə bilərsiniz, bəzən bildiniz, bu seminarda öyrətdiniz, bizə çox sağ olun, intervyuya girəndə, mən buna reaksiya edəcəm. Xeyr, bu bir kişi refleksidir. Kişi yaradılış etibarilə qadının bədənini görəndə həmin gözü oranı tutur. Yəni, qadın biraz ayağını açıq qoysa, birinci